Salam, hörmətli izləyicilər. Azərbaycanda ailə həyatı ilə bağlı mühüm yenilik var. Artıq həyat yoldaşının xəyanəti yalnız mənəvi zərbə deyil, hüquqi nəticələrə də səbəb ola bilər. Ali məhkəmənin yeni qərarına görə xəyanətə uğrayan tərəf məhkəməyə müraciət edib 10-20 min manatadək mənəvi təzminat tələb edə bilər. Bu necə mümkündür və nə vaxtdan qüvvədədir? Gəlin birlikdə nəzərdən keçirək. Azərbaycan Respublikasının Ali Məhkəməsi 2025-ci ilin 24 dekabr tarixində şəxsiyyət hüquqlarının müdafiəsi haqqında plenum qərarı qəbul edib. Bu qərar 2026-cı ildən etibarən qüvvəyə minib və yalnız bundan sonra baş verən hallara aiddir. Keçmiş xəyanətlərə şamil olunmur. Vəkil Turan Abdullazadənin sözlərinə görə, xəyanət ailə münasibətlərinə zidd hərəkət kimi qiymətləndirilir və şəxsiyyət hüquqlarının, xüsusilə ləyaqətin və şərəfin pozulması kimi qəbul edilir. Buna görə zərər çəkmiş tərəf məhkəməyə verərək mənəvi təzminat tələb edə bilər. Vacib şərtlər nələrdir? Birincisi, xəyanətin sübutu olmalıdır. Video, foto, yazışmalar, mesajlar və ya digər etibarlı dəlillər təqdim edilməlidir. İkincisi, iddia şəxsiyyət hüquqlarının pozulması əsasında qaldırılır. Boşanma məcburi şərt deyil, amma boşanmamaq halında məhkəmə xəyanəti qəbul etmiş sayılır fikrini nəzərə ala bilər. Təzminat miqdarı necə müəyyən edilir? İddiaçı özü məbləği göstərir. Adətən 10-20 min manat arası müzakirə olunur. Məhkəmə nəzərə alır şəxsin yaşı, cinsi, həssaslıq dərəcəsi, mənəvi sarsıntının ağırlığı, hadisədən sonra nə qədər vaxt keçməsi, məbləğ çox yüksək və ağlasığmaz olmamalıdır. Məhkəmə özü qiymətləndirəcək. Nəticə və tövsiyə. Bu qərar ailə münasibətlərində hüquqların daha ciddi qorunmasına xidmət edir. Amma unutmayın, bu hər bir işdə fərdi qiymətləndirilir və mütləq sübut tələb olunur. Əgər oxşar vəziyyətlə üzləşmisinizsə, mütləq ixtisaslaşmış vəkilə müraciət edin. Bu video yalnız məlumat məqsədi daşıyır, hüquqi məsləhət deyil. Videonu bəyənməyi, paylaşmağı və kanala abunə olmağı unutmayın.